Salam dostlar, xoş gördük yenə. Dərslərimiz davam edir. Deməli, Əl-Bəbu Səlis 3-cü baba fəslə çatdıq. Burada mövzu fi əqsamil ma'rifə, biliyin növləridir. Deməli, burada biraz biliyin növlərindən danışacaq. Ona görə burada bölgülər çoxdur. Təbii ki, burada Füzuli fəlsəfədə məşhur olan bölgülərdən danışır. Sadəcə olaraq bu bölgüləri fərqli prizmalardan, fərqli aspektlərdən qeyd edəcək. Yəni, mövzular eynidir, amma fərqli aspektlərdən, fərqli bölgülərə tabi tutaraq bu bilikləri müəyyən hissələrə ayıracaq. Buyurur ki, fəhiyyə tanqasimu ilə qismeyni. Fəhiyyə yəni mərifət, bilik. Fəhiyyə tanqasimu ilə qismeyni iki qismə ayrılır. Əl-əvvəl fi umurud dünya. Birinci növ bilik, dünya işləri ilə əlaqəli, dünya məsələləri ilə əlaqəli biliklərdir. Kəl-məaşi, məsələn, bizim gündəlik həyatımızda bizə lazım olan məsələlər kimi. Və-thani fi umuriddin. Amma ikinci növ bilik, bu artıq dini məsələlərlə əlaqəlidir. Sonra buyurur ki, və huve ala qismeyn. Dini məsələlərlə əlaqəli bilikdə, o da öz növbəsində iki qismə ayrılır. Birincisi etiqadlara aiddir. Əl-əvvəl fil etiqadat və-thani fil ibadat. İkincisi isə ibadətlərə aiddir. Çünki dinə baxanda görür ki, dinin iki əsas təməl hissəsi var. İnanc bölümü, etiqad bölümü, ikincisi isə ibadət bölümüdür. Və təbii ki, burada əxlaqı da əlavə etmək olar. Əxlaq bölümü, din bu üç əsas hissədən ibarətdir. Sonra buyurur ki, vəl-etiqadat, etiqadın özləri də əla qismeyni, iki qismdir. Əl-əvvəl fīmə yətəallaq bil-vacib. Birinci növ vaciblə əlaqəlidir. Burada vacib deyəndə təbii ki, fiqdəki vacib nəzərdə tutulmur. Niyə? Çünki mövzu etiqaddır. Əgər mövzu etiqaddırsa, deməli, burada vacib deyəndə Tanrıdan, Allahdan söhbət gedir. Yəni, vacib varlıqdan. Baxın, burada Füzuli məntiqi və fəlsəfi terminlərdən istifadə edir. Dini məsələlər, etiqad məsələləri də iki qismdir. Yəni, etiqadla əlaqəli bilikdə iki qismdir. Bir qismi sırf Allahla əlaqəlidir, vacib varlıqla əlaqəlidir. Və-thani fīmə yətəallaqu bil-mümkin. İkinci qism bilik isə mümkün varlıqlarla əlaqəlidir. وَمَا يَتَعَلَّقُ بِالْوَاجِبْ عَلَى قِسْمَيْنِ. İndi, dedik, etiqad, inanç məsələsi bir hissəsi Tanrı ilə əlaqəlidir, bir hissəsi yaranmışlarla. Tanrı ilə əlaqəli olan, yəni vacib varlıqla əlaqəli olanlar da özü iki qismdir. Əl-əvvəl fīmə yətəallaqu bil-zat. Bəzi biliklər sırf Allahın zatı ilə əlaqəlidir. Və-thani fīmə yətəallaqu bil-sifat. Bəzi məsələlər, bəzi biliklər isə Allahın sifətləri ilə əlaqəlidir. Burada zatla sifəti ayırdı. Bura təbii ki, biz feilləri də əlavə edə bilərik və ya sifət və feilləri ikisini eyni götürə bilərik. Zat deyəndə burada Allahın varlığı, təkliyi, onun vacibül vücud olması, vacib varlığı olması, əbədi olması, əzəli olması və s. Yəni, onun şərikinin olmaması və s. Tövhid məsələsi daha çox. Yəni, Allahın varlığı və tövhid məsələsi, bu zat məsələsində daha çox müzakirə olunur. Sifət məsələsində isə Allahın sifətləri. Yəni, zat mərhələsində biz birinci Allahı tapırıq. Əsaslandırırıq ki, belə bir süper gücü var ki, o hər şey yaradandır və s. İkinci mərhələdə isə onu tanımağa başlayırıq. Çünki sifətlər məsələsi Allahı bizə tanıtdıran məsələləri özündə ehtiva edir. Bu, tək Allaha aid deyil, digər məsələlərdə də bu cürdür. Məsələn, Peyğəmbərlik məsələsində də biz birinci ümumi nübüvvətdən danışırıq, Peyğəmbərliyin fəlsəfəsindən danışırıq, sonra xüsusi nübüvvətdən danışırıq. Yəni, məsələn, konkret Peyğəmbər ki var, onun xüsusiyyətləri nədir? Necə olmalıdır, şəxs olaraq kimdir və s. Bitariqin axar tanqasimu alə sittəti əqsamin. Bitariqin axar, yəni əl-mərifətu. Burada mərifət sözü silinib. Yəni, mərifət, bilik bir başqa bölgüdə 6 qismə bölünür. 6 hissədən ibarət və ya 6 növdən ibarətdir. Liənnəhə, yəni liənnəl mərifət, çünki mərifət, bilik İmmə ən tətəallaq bimə yətəvəqqafu vücuduhu aləl hərəkətil iradiyyəl bəşəriyyə əv lə. Çünki mərifət, bilik ya bizim bəşəri iradəmizin hərəkətindən asılı bir şeydir, onun varlığı bizim bəşər olaraq, insan olaraq hərəkətimizdən asılıdır, iradəvi hərəkətimizdən asılıdır, ya asılı deyil. Əgər biliyin kökü, əsası bizim iradəli şəkildə olan hərəkətimizlə əlaqəlidirsə, buna deyirlər əməli bilik, yəni əməllə əlaqəli olan bilik. Çünki burada mövzu nədir? Bizim hərəkətimiz, iradəmizdən doğan, meydana gələn hərəkət, bu da əməldir.
Bu fəl-əvvəl huvəl-əməli və-thani huvən-nəzəri. Yox, əgər burada bizim iradəmiz, hərəkətimiz buradan söhbət getmirsə, bu artıq sırf nəzəri məsələdir. Niyə? Çünki burada müzakirə etdiyimiz məsələlərin birbaşa əməllə, praktika ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Aha, deməli bu bölgüdə biz biliyi əməli və nəzəri olmaqla iki qismə ayırdıq. İndi gəldik əməli və nəzəri olanların özünə. Vəl-əməliyyu alə sələsəti aqsam. Əməli olanlar da özü üç qismdir. Ləənnəhu, yəni əməli. Çünki əməli olan məsələlər İmmə ən yətəallaq bimə yərci'u alə-nəfs əv la. Çünki əməllə, praktika ilə əlaqəli bu bilik ya nəfsə qayıdır. Deməli dostlar, fəlsəfə kitablarında nəfs deyəndə bu əxlaq kitablarındakı nəfs termindən fərqlənir. Fəlsəfədə nəfs deyəndə daha çox ruh nəzərdə tutulur. Ya bu ruha aid məsələdir, ya ruha aid məsələ deyil. Əgər ruha aiddirsə, fəl-əvvəl ilmul əxlaq. Bu artıq əxlaq elmidir. Və-thani, əgər ruha aid deyilsə, bunun özü də yenə bir neçə qismə ayrılır. İmmə ən yətəallaq bimə yərci'u ilə ictima'in cüz'i. Ya bu kiçik cəmiyyətlərə aid bir məsələdir. Balaca cəmiyyətlərə, yəni kiçik sayda, məhdud sayda insanların olduğu yerlərə aid bir məsələdir, ya da bu cür deyil. Əgər bu məsələlər kiçik sayda insanların olduğu yerlərə aiddirsə, bu məsələn fəl-əvvəl tədbirul mənzil. Buna evin idarəsi demək ola bilər. Bu evin idarəsidir. Nə görə? Çünki evin idarəsi evdə az sayda insan yaşayır. Yəni cəmiyyətə baxanda hər evdə az sayda insan yaşayır. Ona görə az sayda insanın yaşadığı yerlərə aid olan məsələlər buna evin idarəsi ilə əlaqəli məsələlər bilik deyə bilərik. Və-thani, ikinci nədir? Yəni az sayda yox, çox sayda insanın yaşadığı, toplandığı yerlərə aid olan bilik. Bu isə mə yərci'u ilə ictima'in kulli və huve siyasətul mudun. Buna isə şəhərlərin, ölkələrin idarəsi aiddir. Deməli, əgər az sayda insanların toplaşdığı yerlərə aid bilik varsa, bu bilik evin idarəsi ilə əlaqəli bilikdir. Yox, çox sayda insanların toplaşdığı, yaşadığı yerlərə aid məsələlər müzakirə olunursa və buna dair bilik əldə olunursa, bu artıq buna nümunə olaraq ölkələrin və şəhərlərin idarəsini misal çəkmək olar. Bu əməlidir. Deməli, əməli üç qismdə əxlaqdır, evin idarəsidir və nədir? Bəli, bir daha dəqiqləşdirim bunu. Bəli. Birinci, bəli, nəfsə aid olan əxlaq oldu. Amma ikinci isə bu nədir? Yəni, nəfsə aid olmayan, amma özündə əməli olan. Bəli, hər ikisi əməlidir. Sadəcə olaraq biri ruhla əlaqəlidir, o əxlaq elmidir, amma ruhla əlaqəli olmayan, amma yenə də əməli olanlar isə bu ya evin idarəsi ilə əlaqəli məsələlərdir, ona aid bilikdir, ya da şəhərlərin və ya ölkələrin idarəsi ilə əlaqəli bilikdir. Və-nəzəri, nəzəriyə gəldikdə isə əməlidən danışdıq, indi isə nəzəridən danışdıq. Və-nəzəri alə sələsəti aqsam. Nəzəri bilik isə özü üç qismdir. Ləənnəhu, yəni nəzəri immə ən yətəallaq bimə la yüştəratu fi vücudihi müxalatatul maddə əv la. Çünki nəzəri məsələlərdə bu da iki qismdir. Ya bəzi elə məsələlər var ki, orada maddənin qarışıqlığı, maddənin olması nəzərə alınmır. Bu şərt deyil. Əgər bu şərt deyilsə, buna nəyi nümunə çəkə bilərik? Fəl-əvvəl huvəl-ilahiyyu kəmərifətil müfaraqat vəl-vəsait. Buna, məsələn, bəsit varlıqları, mücərrəd varlıqları, onlar haqqında olan müzakirələri misal çəkə bilərik. Metafizikanı, yəni. Deməli, metafizik məsələlər ki, maddədən uzaqdır. Deməli, bu nəzəri məsələlərin bir qismidir, birinci qismidir ki, orada maddənin olması, bir növ orada materiyanın olması şərt deyil, şərt qoşulmur. Orada materiya demək olar ki, iştirak eləmir. Buna bəsit varlıqları, mücərrəd varlıqları misal çəkmək olar. Və-thani, indi birinci buydu ki, orada maddə olmasını. İkinciyə gəldikdə isə, yəni maddənin olduğu. Və-thani immə ən yətəallaq bimə la yu'tabar fi təaqqülihi təaqqülü tilkəl maddə əv la. İkincidə isə maddə var, amma o elə bil məsələnin, o mövzunun müzakirəsində maddənin özünü dərk etmək şərt deyil. O məsələnin müzakirəsində maddəni nəzərə alıb, maddə üzərində təfəkkür eləmək, təhlil eləmək, analiz eləmək şərt deyil. Buna nəyi misal çəkmək olar? Fəl-əvvəl huvər-riyadi. Yəni, yenə Füzuli burada iki yerə ayırdı. Ya maddənin özünü nəzərə almağı şərt qoşuruq, ya da şərt qoşmuruq. Əgər şərt qoşmuruqsa, la yu'tabar fi təaqqülihi, onun təhlilində, analizində maddənin özünü şərt qoşmuruqsa, buna riyaziyyatı Füzuli misal çəkir. Fəl-əvvəl huvər-riyadi kəmərifətil umuril ammə, ümumi məsələlər. Çünki
Riyaziyyatda müzakirə olunan ümumi məsələlər, bunların heç birində biz maddənin özünü nəzərə almırıq. Maddə üzərində, materiya üzərində təhlil aparmırıq. Baxmayaraq ki, tətbiq zamanı bəli, maddə var. Çünki riyaziyyatı biz nə üçün öyrənirik? Xarici aləmdə tətbiq etmək üçün. Yəni nəticə olaraq biz bunu maddə, materiya üzərində tətbiq edirik. Amma təhlil zamanı, analiz zamanı biz orada maddənin özünü nəzərə almırıq. Əlləti la vücuda ləhə fil xaric. Məsələn, o ümumi məsələlər ki, riyaziyyatda müzakirə olunur, o ümumi məsələnin özü, məsələn, o təhlillər, analizlər, düsturlar, tənliklər, bunlar xarici aləmdə mövcud deyil. Bunlar zehnimizin kəşf elədiyi məsələlərdir ki, biz onun vasitəsilə hesablamalar aparırıq. Nəticəsini isə bəli, nəticəsini xarici aləmə tətbiq edirik, amma özü xarici aləmdə mövcud deyil. Və-thani huvət-təbii kə-ma'rifətil murakkəbət. Amma ikinciyə gəldikdə, hansı ki, orada məsələnin, mövzunun təhlilində maddənin özünü belə nəzərə almaq şərtdir. Buna məsələn təbiəti, fizikanı, biologiyanı, bu sahələri misal çəkmək olar. Kə-ma'rifətil murakkəbət. Murakkəbət yəni xarici aləmdə mövcud olan maddələr, hansı ki, onlar mürəkkəbdir, maddələrdən təşəkkül tapıb. Bu da bir bölgüdür. Və sonuncu bölgü bir-tariqin axar tanqasimu ilə qismin. Yenə burada mərifət sözü silinib. Yəni əl-ma'rifətu tanqasimu ilə qismeyni bir-tariqin axar. Mərifət yəni bilik bir başqa bölgüdə yenə iki qismə bölünür. Əhədihima və əhəduhuma ikisini də oxumaq olar. Əhədihima mə yətəalləqu bi-məsəlihid-dünya bizzət. Bəzi məsələlər var ki, dostlar, burada sırf dünya məsləhəti birbaşa, ilk növbədə dünya məsləhəti nəzərə alınır. Dünya faydası burada nəzərə alınır. Və bi umuril axirəti bil mutaba'a. Amma dolayısıyla da axirət faydaları nəzərə alınır. Yəni elə məsələlər var ki, elə mövzular var ki, biz o mövzuları müzakirə edəndə birinci növbədə dünya mənfəətini nəzərə alırıq, amma onun ardında bir axirət mənfəəti də var. Kəs-sənai əl-mutaarifə. Məsələn, bizim gündəlik həyatda üzləşdiyimiz, rastlaşdığımız və özümüzün etdiyi müxtəlif sənətlər. Məsələn, vahiyəl fələhə və ticara və xiyata və qeyraha. Bunlara və qeyruha. Onlara nəyin misal çəkmək olar? Əkinçiliyi misal çəkmək olar, ticarəti misal çəkmək olar, dərziliyi misal çəkmək olar. Təbii ki, insan əkinçiliklə məşğul olanda bu birinci növbədə bunun məqsədi yəni kənd təsərrüfatı ilə məşğul olmaqdır, orada əkin-biçinlə məşğul olmaqdır və öz ruzisini təmin etməkdir, pul qazanmaqdır. Amma bu dolayısıyla axirət burada da nəzərə alına bilər, axirət faydası da nəzərə alına bilər. Necə? Yəni tutalım bir insan pul qazanır, niyə? Sağlam həyat sürsün, yeməyini təmin eləsin ki, onun vasitəsilə də dolayısıyla ibadət də edə bilsin və yaxşılıq da eləyə bilsin, ehtiyaclı insanlara kömək də eləyə bilsin. Görürsünüz dostlar, burada axirəti də biz faydasını burada nəzərə ala bilərik. Amma birinci növbədə insan nə edir? Burada dünya faydasını, dünya mənfəətini nəzərə alır. Çünki hər bir insan həyatda qalmaq istəyir, yaşamaq istəyir. Və yaşamaq üçün də yemək lazımdır, geyinmək lazımdır, müxtəlif ehtiyacları təmin etmək lazımdır. Bu təminat üçün də işləmək lazımdır. Bəli. Vəl-əxər mə yətəalləqu bi umuril əxirəti bizzat və bi məsəlihid-dünya bil-mutaba'a. Bəzi məsələlər var ki, orada birinci növbədə biz axirət faydasını nəzərə alırıq. Dolayısıyla dünya faydasını da nəzərə almış oluruq. Bunlar hansılardır? Vahiyəl-ulumul mutadavilə kəl-məqulət vahiyəl-ulumul mutadavilə kəl-məqulət vəl-mənqulət vəl-ədyan. Bunlara məsələn bəzi elmləri misal çəkmək olar. Məsələn, əqli elmlər, rasional elmlər, məsələn, fəlsəfədir, məntiqdir və ya mənqulət dini elmlərdir, dinlər haqqında olan elmlərdir. Bunlar təbii ki, biz bunları tutalım nə üçün öyrənirik? Məsələn, İbn Sina deyir ki, fəlsəfənin əsas qayəsi ilk səbəbi tapmaqdır, yəni Allahı tapmaqdır. Biz fəlsəfəni öyrənirik Allahı tapmaq üçün. Amma burada bir dolayısıyla dünyəvi fayda da varmı? Bəli, insan tutalım, onun sayəsində gedir müəllim işləyir, pul qazanır, kitab yazır, onun vasitəsilə dünya mənfəətlərini təmin edir və s. Amma burada birinci məqsəd nədir? Tutalım, Allahı tapmaqdır. Və ya dini elmlər burada birinci növbədə əsas fayda nədir? Məqsəd nədir? Axirət faydasıdır. Çünki insan istəyir bu şeyləri öyrənməklə Allahı daha yaxşı tanısın, dini rituallara daha yaxşı əməlləsin və s. Amma onun müqabilində, onun yanında dolayısıyla dünya mənfəəti də var. Çünki bilən insan müəyyən fəaliyyətlərlə məşğuldur ki, onun vasitəsilə ruzisini də qazanır, dünya və məişət ehtiyaclarını təmin edir. وَلِكُلِّنْ مِنْهَا إِصْلَاحَاتٌ مُتَغَيِّرَةٌ. Bunlar hər biri üçün ayrıca müstəqil və fərqli terminlər var. Bu dərs dostlar ola bilər biraz sizə yorucu gəlsin, çünki burada ancaq bölgülərdən danışdıq. Demək olar ki, geniş bir məlumat vermədik, amma nəzərə alsaq ki, bu dərslər sırf Füzulinin kitabında qeyd etdiyi fikirləri başa düşmək üçündür və ola bilər ki, buna bəzi tədqiqatçı dostlar baxsın, ərəbcə mətni başa düşmək üçün dostlar baxsın. Ona görə mən
Bunları bir-bir oxuyub tərcümə elədim. Amma növbət dərsdən inşallah yenə maraqlı mövzular gələcək. Ona görə inşallah izləmədə qalın. Hələlik.